Haydi. İstəyirəm ki, Neçə yaşı var? 23 yaşında. 23 yaşı var. Heç vaxt heç nə olmayıb. Səndə sadəcə olaraq yəqin ki, akne müalicə olub, hə? Akneden sonra qalan məsamələrdir, bir də aknenin ləkələri, izləridir. Düzdür? Yəni düz başa Amma yenə hərdən aha, çıxır, akneləri çıxır. O heç eybi yox, onu başa düşdüm. Heç nə, biz bu qıza nə edə bilərik? Bu qıza əslində PRX peeling məsləhət görürəm. Ondan sonra üzünə qəşəng nəmləndirici, mezoterapiya məsləhət görürəm. Plazma terapiya eləyə bilərik, öz qanından götürüb, ləkələri açılsın. Əslində dəyişim üçün də balaca, azacıq dodaq məsləhət görərdim. Dodağı çox balacadır üzünə görə. Çənəsi, burnu var, dodağı yoxdur. Onun üzünü çox qəşəng dəyişəcək dodaq. Az ha, böyük bir şey yox, 0,5-nə. Üst dodağını biraz açmaq olardı qızım. Bu qədər. Başqa hər şey ifadəsində yerində. Eksason necə? Eksason hələ onun üçün tezdir. O yaşı çox azdır, bəli. Ondansa ekzasondansa mən ona plazma terapiya məsləhət görərəm. Öz qanımdan götürək, heç bir qanını qatmadan üzünə meza şəklində tətbiq edeyim onu. O daha gözəl olmuş olur. Məsləhət O olur. necə olur? Nə qədər çəkəcək? Bax, indi universitetdə oxuyub da. Magister. İstəyirəm ki, şey olsun. Heç nə, mənim yanıma 3 dəfə gələcək, 15 gündən Və beri. onun nə elədiyini evdə də bilməsin ki, yəni. Yox, mezoterapiya belədir ki, o bütün üzə tətbiq olunacaq. İynələrin yerləri qala bilər, yəni maskada gəzsin. O da 2-3 günlükdür. Yəni mən ona söz verə bilmərəm və heç mən bilmirəm allergik qızdır yoxsa allergik deyil. Adam var ki, məsələn, iynədə qızartıların yeri belə görsənir. Adam da var ki, həmən günü toya gedir. Yəni bu məndən yox, bu insan orqanizmindən asılıdır. Allergiya verdiyini görməmişəm, niyəsə qarşı bir allergiya. Amma belə ağdərli olduğuna görə, məsələn, bir yox belə Qızartı falan ola bilər də, ola bilər. Belə adi qaşıyı bir də görsən. Görürsünüz, hansısa yerin qızartı. Həmən o qaşıb qızartan yeri də, elə iynənin də uclarının yeri elə qırmızı nöqtələr kimi üzündə görsənə bilər. Yəni mən bunu gizlədə bilmirəm. Adətən 2 saatla 3-5 gün ərzində olur. 2 saata da gedə bilər, 3 günə də 5 gün. Uzağı 5 gün. Ondan o tərəfə getmir. Bəli. Başqa? Başqa? Ayrı dedi. Biraz dodaq dediniz, bir də şey dediniz. Hə. Mən ona məsləhət görürəm, çox qəşəng olacaq. Özü qəşəngdir, biraz dodağı yoxdur. 3 seansa deyilsə, yəni şey deyil. Gözəl olacaq, dərisi hamarlaşacaq, tonu, rəng tonu bərabərləşəcək. Yəni özünün xoşuna gələcək və makiyaj eləyəndə dərində qəşəng oturacaq. Yəni bu kimi şeylər olacaq.